Cücə yetişdirilməsində su və yem qurğularının düzgün yerləşdirilməsi çox vacib rol oynayır. Manual sistemdə 50-70 cücəyə yem qabı, bir dənə su qabı qoyulur. Ancaq avtomatik sistemdə 70 dənə cücəyə bir dənə yem qabı olmalıdır. Nipel sistemində isə 12 cücəyə bir dənə nipel qurğusu quraşdırılmalıdır. Bu zaman cücə nə yemdə, nə də suda sıxıntı keçirtməyəcək. Məsafələrə xüsusi diqqət yetirmək lazımdır. Yem xətti ilə su xətti arasında məsafə 1 metr 50 sm olmalıdır. Yem xətti ilə digər yem xətti arasında məsafə 3 metr olmalıdır. Bu məsafələr qorunduğu zaman cücə az enerji sərf eləyib həm yemə, həm də suya çatır. Enerji itkisi nə qədər az olursa, cücə yorğunluqdan və stressdən uzaq olur. Bu da cücənin sağlam böyüməsində böyük rol oynayır. Su xəttinin hündürlüyü dimdiyi ilə olan bucağa görə ölçülür. İlk 2 gündə 30-45 dərəcə olmalıdır. 4-10 gün ərzində 60 dərəcə olmalıdır. 10 gündən kəsimə kimi də 70-80 dərəcə olmalıdır. Nipel sistemi ən azı həftədə bir dəfə yuyulmalıdır və sızmalar nəzarətdə saxlanılmalıdır ki, sızmalar olmasın. Yem qabının hündürlüyü gündəlik olaraq nəzarətdə saxlanılmalıdır. Yem qabı aşağıda olanda cücələr bastırıq eləyib yemi dağıdır və bu da yem itkisinə gəlib çıxır. Yem qabı hündürdə olanda cücə yeyə bilmir və bu da cücənin inkişafını dayandırır. İdeal yem qabı cücənin kürək səviyyəsindən biraz aşağı olmalıdır. Bu halda cücə normal yem yeyir, yem itkisi azalır və cücənin inkişafı ideal olur. Yem və su qabları ilk gündən görünən yerdə olmalıdır. Hər hansı bir səbəbdən yemdə və yaxud suda problem olarsa, bu cücənin inkişafında mənfi rol oynayır. Yem qablarının altı quru olmalıdır, nəm olmamalıdır və su daimi nəzarətdə saxlamalıdır. Suyun bakterioloji analizi daimi olunmalıdır.